yaxınlarda qarnağrısı olan iki kişinin çıxışına rast gəldim. Onlardan biri Fərhad Pərvizi adlı qadınşünas, qadın eksperti idi. Baxaq görək nə deyirdi. Hansı ki o biz karyera qurmalıyıq, biz ailə qurmamalıyıq və kişilər bu qadınları istəmir. Kişilər ailəcanlı qadın istəyir. Və ona görə onlar ailə qura bilmir. Onlar rəqabətli deyillər bu evlilik bazarında. Çünki kişilər onun kimi qadın istəmir. O istəyir ki, ona itaət edən, ailəcanlı, uşaq istəyən bir qadın olsun. Onlar nə etməlidirlər? Öz rəqabətliyini artırmaq üçün bazarda. Onlar bütün qızları inandırmalıdırlar ki, hamımız belə olun. Onda kişilərin variantı qalmayacaqdır. Fərhad Pərvizi deyir ki, bəzi qadınlar ərə getməyə yox, karyera qurmağa üstünlük verirlər. Həm də deyir ki, o karyerist qadınlar ər bazarında uduzduqları üçün yaman kədərlənirlər. Yəni, həm ərə getmək istəmirlər, həm də istəyirlər. Tamam, fərz eləyək ki, belədir. Amma bu dəryadır ki. İkinci sancılanan kişi isə hər şeyşünas filosof Kamran Ağabalayev idi. O ki, Instagramda 30 yaş və üzərində dururam, 30 yaş və üzərində qışqıran qadınlar var. Mən xoşbəxtəm, mən azadam, mən güclüyəm, mən hər şeyə özüm nail olacağam deyən qadınlara vallahi heç bir şəkildə inanmayın. Mən bunun pərdə arxasının şahidi olmuşam. Nədir pərdə arxası? Xroniki tənhalıq, gecə yarısı ağlama krizləri, milyon dənə kaşkilər. Vallahi nə edirsinizsə edin, fitrətdən qaçmaq olmur. Hə, bir də ən önəmlisi, heç kim karyerasını qucaqlayıb yatmaq istəmir. Onun da deməyindən belə çıxır ki, yaşı 30'u keçmiş, müstəqil, öz ayağı üstündə duran, güclü qadınlara inanmaq olmaz. Onlar gecələri gizlicə ağlayırlar, peşmandılar, tənhadılar. Niyə? Çünki onları heç kim qucaqlamır. Hər iki kişi fərqli cümlələr qursa da eyni nağılı danışırlar. Hər ikisi bizi inandırmağa çalışır ki, qadının həyatda ən böyük qayəsi və ən böyük mükafatı kişi tərəfindən seçilməkdir. Sən karyera qurmuş ola bilərsən, sosial statusun, pulun, uğurların ola bilər, avtomobil sürə, səyahətə çıxa bilərsən. Amma həyatında kişi yoxdursa, sən bir heçsən və digər qadınlara uduzmusan. Hangi kadın ki kocasını memnun ederek ölürse cennetliktir. Allah Allah. Demek ki erkek, koca hanımının cennet biletiymiş. Evet hanımefendiler. Kişi qucağını mükafat kimi təqdim eləmək problemin əsas hissəsi deyil. Hər qadın həyatı boyunca ən azı bir dəfə qohum əqrabasından eşidir ki, mütləq ərə getmək lazımdır. Bir dəqiqə dayanın da, xanım. Dayanın da bir dəqiqə da. Bu. Amma bu kişilərin dediklərində başqa bir nüans da var. Hər ikisi karyera quran və uğurları olan qadınları yalançı çıxardırlar. Kamran Ağabalayev deyir ki, onlara inanmayın. Çünki üzdə güclü görünsələr də əslində xoşbəxt deyirlər. Fərhad Pərvizi isə deyir ki, karyeraçı qadınları kişilər seçmir deyə onlar başqa qadınları da yoldan çıxardırlar. Yəni hər iki şəxs qadınları etibarsızlaşdırır. Sizdən adam olmayıb, olmayacaq da. Fərhad Pərvizi daha da irəli gedərək parçala və hökm sür taktikası işlədir. Bu seksual inqilabın, feminizmin ən böyük vurduğu zərbə ailəcanlı qadınlaradır. Ona inansaq, qadınların əsl düşmənləri heç də qətl törədən, təcavüz və zorakılıq edən, qadınları iqtisadi və psixoloji asıllıq halına salan kişilər deyil. Qadınların əsl düşməni karyera qurub öz pulunu qazanan, sosial liftdə irəliləyən qadınlardır. Çünki irəli getmək əslində geri getməkdir. Uğurlu qadınlar əslində uğursuz qadınlardır. George Orwell demişkən, azadlıq köləlikdir, müharibə sülhdür, cəhalət isə gücdür. Adam balassan, insan balassan, adam yalan da danışar bu qədər yox. Fərhad Pərvizi daha bir hiylə işlədir. O, ərindən maddi və mənəvi cəhətdən asılı olan qadınları ailəcanlı deyə kodlayır. Ailə sözü Azərbaycanlıların beynində müsbət məna daşıyır. Ona görə də Fərhad Pərvizi bu sözü manipulyasiya eləyərək qadınları yaxşılara və pislərə, karyeraçılara və ailəcanlılara bölür. İşq, məhəbbət yoxsa sevgi? Namusu ailə həyatı. Maraqlıdır. Əgər kişilər doğrudan da iş güc sahibi olan, öz pulunu qazanan qadınlardan uzaq dururlarsa, niyə uzaq dururlar? Niyə qadının kişidən maddi cəhətdən asılı olmaması kişiləri bu qədər narahat eləyir? Bəlkə ona görə ki, o qadınlar pis rəftara dözməyə məcbur qalmayacaqlar. Bəlkə ona görə ki, o qadınlar evlilikdə xoşbəxt hiss eləməyəndə rahatca çıxıb gedə biləcəklər. Bəlkə ona görə ki, bəzi kişilər həddindən artıq özgüvənsizdirlər və qadınları nəzarət altında saxlamaq istəyirlər. Ər nədir bəs? Ər deyəndə ağlıma nə gəlir elə hər dım. Bu iki kişi elə təqdim edir ki, güya qadınların həyatında cəmi iki yol var və yalnız ikisindən birini seçmək mümkündür. Ya sən kişini seçib ailəcanlı və xoşbəxt olacaqsan, ya da sən karyeranı seçib ömrü boyu tənha və bədbəxt qalacaqsan. Qurtarın, mədələnməyin. Amma real həyatda milyonlarla qadın həm işləyir, həm ailə qurur, həm də uşaq böyüdürlər. Arvadlarının uğurlarından qorxmayan, əksinə onlara motivasiya verib dəstəkləyən kişilərlə xoşbəxt ömür sürürlər.
21-ci əsrdə işləyib özünü dolandıran, patriarxal dünyada nəyəsə nail olmağı bacaran qadınları xortdana çevirməkdə məqsəd nədir? Kişilər belə qadınlardan çəkinirlərsə, bəlkə ayıbı özlərində axtarsınlar. Adama deyirlər soğan yeməmisən, niyə göynürsən? Bəs Bu adamlar evliliyi ideal qadın həyatı kimi sırıyırlar. Amma ərindən zorakılıq, xəyanət, hörmətsizlik görən, çox vaxt isə qətlə yetirilən qadınların taleyini görməzdən gəlirlər. Allah Taala bircə dəfə ömür verir insan. Sən bu cür payaqsız yaşamağa heyfim gəlir. Sən bu cür payaqsız yaşamağa heyfim gəlir. Kişilərin özünün ailə qurmağa yararlı olub olmaması çox vaxt müzakirə edilmir. Xəyanət, qumarbazlıq, zorakılıq, İlham Əliyev adlı kişinin başçılığı altında baş alıb gedən yoxsulluq ailələrin dağılmasında daha çox rol oynayır. Nəinki qadınların karyera eşqi. Məndən eşini istəmirəm, mən elə bir pullu bir kişi tanıyım. Bəs bilirsinizmi nə zaman kişilər qadınların özlərinin işləyib uşaqlara baxmalı olduğunu tələb edirlər? O qadınlar aliment istəyəndə.